فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. Əziz və möhtərəm müsəlmanlar, Uca Allah'tan diləyirəm ki, tuttuğumuz orucları və etdiyimiz bütün ibadətləri öz dərgahında qəbul eyləsin. Amin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Amin. Bizi haqq olan bu dində son nəfəsimizə kimi sabit eyləsin. Amin. Bugün Ramazanın son 10 günündəyik, hətta son həftəsindəyik. Bir neçə gündən sonra Ramazanla vidalaşacaq. Ramazanın hökmü, Ramazanın fəziləti, qədri və dəyəri qiyamət gününə kimi davam eləyəcək. Biz isə bir yerdə qırılacağıq, bir yerdə həyatımız tamamlanacaq, bitəcək və bir daha kimin Ramazana çatacağı, kimin Ramazana çatmayacağı məchuldur. Aləmlərin Rəbbi olan Allah'tan başqa kimsə bilmir. Əziz və möhtərəm qardaşlar, xeyirlər dolu, bərəkətlər dolu, Allah Azze ve Celle'nin rəhməti ilə bürədilmiş bu ayın son günlərindəyik. Nə xoş o insanların halına ki, bu ayı gözəl şəkildə istismar etdilər, bu ayda çox tövbə etdilər, salih əməllər etdilər, bu ayda nəfslərini islah etməyi bacardılar. Şayət elm əhli buyurur ki, Ramazan nəfsin, ailənin islahı üçün həyatda bir insanın görəcəyi ən böyük mədrəsədir. Bir müsəlman Ramazanla vədalaşarkən nələr etməlidir? Birincisi, orucunun qəbul olması üçün Allah Azze ve Celle'yə dua etməlidir. Muhammed sallallahu aleyhi ve sellemin sahabələri 6 ay Ramazan gəlməmiş dua eləyərlərdi ki, Ya Rabbi, bu xeyr və fəzilət dolu aya bizi çatdır. Çünki Ramazana çatmağın özü uca olan Allah'ın bir lütfüdür. Bu 12 ayın içində yeganə aydır ki, uca olan Allah şeytanları buxovladıb dənizlərin dibinə həbs eləyir. Bu yeganə aydır ki, uca olan Allah yer üzündə rəhmətin, məğfirətin və Allahın hifzinin yayılması üçün ən çox sayda yer üzünə mələklər göndərir. Bu yeganə aydır ki, müsəlmanlara düstur olan kitabını Allah Azze ve Celle nazil etməyi məhz bu ayda uyğun görmüşdür. Bu yeganə aydır ki, onun axırıncı 10 günündə, xüsusən də Qədir gecəsində uca olan Allah kainatda bir il ərzində nə olasıdır, hamısının qədərini yerinə yetirilməsi üçün həmin gecə nazil eləyir, həmin gecə yazdırır. Bu ayın fəziləti, bu ayın durumu çoxdur. Ona görə sahabələr bu aya ulaşmaq üçün Allaha Ramazan gəlməmiş 6 ay dua eləyərlərdi ki, Ya Rabbi, bizi Ramazan ayına ulaşdır, bizi Ramazan ayına çatdır, bizi Ramazan ayına çatdır. Çünki bu aya ulaşan adam, bu aya gələn adam ayın haqqını verərsə, yeni doğulmuş günahsız uşaq kimi özünü günahlardan təmizləyə bilir. Ramazan ayının orucunu tutduqda, sağ salim Ramazan ayı ilə vedalaşandan sonra isə sahabələr 6 ay boyunca dua eləyərlərdi ki, Ya Rabbi, bu tuttuğumuz orucu öz dərgahında qəbul eylə. Bu tuttuğumuz orucu öz dərgahında qəbul eylə. Çünki bir insanın orucunun qəbul olması Allah qatında qiyamət günü hesabsız bir savab əldə edəcəyinin ən böyük nişanəsi, ən böyük dəlilidir. Allah Azze ve Celle Hədis-i Qudsidə buyurur ki, oruç mənim üçündür, onun mükafatını da mən verəcəm. Və bu mükafatın hansı böyüklükdə olacağını Allah sir olaraq saxlayır ki, onun sevincini qiyamət günü qulu gördükdə sevinsin. Ona görə əziz qardaşlar, Əli radiyallahu anhu buyurur ki, bir əməlin qəbul olunması mömin üçün əməli etməkdən daha önəmlidir. Yəni, əməl deyərkən həmişə ağılıma gələn bir şey var.
Biz əməl deyəndə cadı piti axılımıza gəlirdi ilərdən. Əməl eləyiblər. Yəni cadı eləyiblər, piti eləyiblər. Sonra uzun sürə mən bunu hər dəfə xatırlatdım ki, İslam dinində əməl deyəndə cadı piti nəzərdə tutulmur. Əməl deyəndə Allaha yaxınlaşdırası insanların etdiyi şeylərdir. Əməl budur. Bunu təkrar olaraq deyim ki, hətta bu kəlməni sonra yanlış başa düşməsinlər. Əli radiyallahu anhu deyir ki, bir mömin üçün bir əməlin qəbul olunması o əməli etməkdən daha önəmlidir. Əməli icra eləmək, qardaşlar, bu çətin deyil. Yəni biz məscidə gəlirik, namaz qılırıq, namaz qılmaq çətin bir şey deyil. Sən 3 dəqiqə, 5 dəqiqə sərf eləyərək böyük bir ibadəti həyata keçirmiş olursan. Həddi zatında oruç tutmaq çətin bir əməl deyil. Sayılı bir saatdir, yemək və içmək və başqa qadağanlardan müvəqqəti imtina edirsən və sonra rutin və klasik həyatına qayıdırsan. Bu çətin deyil. Çətin olan isə o etdiyin əməli qəbul olunan şəkildə əda etməyindir. O əməlin qəbul olunmasıdır. Çünki qiyamət günü Allah bizə verdiyi savabları etdiyimiz əməllərə görə verməyəcək. Allah bizə verdiyi savabları qəbul olunan əməllərimizə görə verəcək. İnsanlar yaxşı işləri dünyavi mənfəət üçün də eləyə bilirlər. Adamlar görə bilərsiniz ki, niyə namaz qılırsan soruşduğunda ki, niyə namaz qılırsan? Deyir ki, ona görə namaz qılıram ki, belim əyridir, səcdədə, rukuda bunlar fayda verir ki, bel sümüyüm düzəlsin. Bu insan qıldığı namazdan axirət günü savab almayacaq. Bir insana desən ki, niyə oruç tutursan? Əgər cavab versə ki, çünki ayrı vaxtı diyet saxlaya bilmirəm, oruç tutmaq arıqlamama kömək eləyir, orqanizmamda olan xolesterollar əriyir, bu da mənə fayda verir. Bu insan qiyamət günü tutduğu oruçdan savab qazanmayacaq. Və yaxud da bir adam desə ki, mən ona görə oruç tuturam ki, utanmam. Cəmaat der ki, bu kətdə adamsan, sən necə oruç tutmursan? Cəmaatın məzəmmətindən, pisləməyindən utanaraq oruç tuturam. Qiyamət günü bu insanlar oruç tutanlar kimi Allahın huzuruna gəlib mükafatını almayacaq. Bir insan şayət namazı Allah əmr eləyib deyə qılarsa, qiyamət günü Allahın əmrini yerinə yetirmək cavabı hazır olsun deyə qılarsa, qiyamət günü o namaz qılanlardan olacaq. Bir insan Allah əmr eləyib deyə oruç tutarsa, savabını da axirət günü Allahdan umarsa, o qiyamət günü qəbul olunan oruç tutanlardan hesab olmuş olacaq. Onun üçün, qardaşlar, Əli radiyallahu anh sözü budur ki, əsas əməlin qəbulunu biz düşünməliyik. Ki, Allahın dinindən icra etdiyimiz, tətbiq etdiyimiz əməllərdə əsas məsələ, hədəf, əməlin qəbul olunması olmalıdır. Ona görə Ramazanda da, qardaşlar, biz Ramazanı vədalayarkən dua etməliyik uca olan Allaha ki, Allah Azze və Cəllə bizim əməllərimizi qəbul eyləsin. Ramazanı vədalayarkən ikinci üzərimizə düşən şey nədir? Ramazanı çoxlu tövbələrlə və Allahdan bağışlanmaq istəyərək vədalamaq. Allahın ən çox sevdiyi əməllərdən biri yaxşı əməldən sonra yaxşı əmələ muvaffaq olmaqdır. Hər hansı bir yaxşı əməli edərkən arxası ilə daha bir yaxşı əməl etdinsə, öncəki əməlin qəbulunun dəlillərindəndir bu. Əgər bir yaxşı işdən sonra, bir yaxşı əməldən sonra həmən bir günah elədinsə, bir yanlış elədinsə, öncə etdiyin əməl qəbul olunmamağının bu da nişanələrindən, əlamətlərindəndir. Ona görə adam Ramazanda təhəccüd qılırmı? Qılır. Ramazanda oruç tuturmu? Tutur. Ramazanda daha çox məscidə gəlirmi? Gəlir. Xeyir işlər çoxaldırmı? Çoxaldır. Bunun arxası ilə Ramazanı vədalayarkən də tövbəni, istiğfarı, Allahdan bağışlanmaq istəməyini çoxaldarsa, bu bir növ tutduğu orucun qəbulunun nişanələrindən, əlamətlərindən ola bilər. Və ayrıca Muhammed sallallahu aleyhi və səlləm Ramazan sona gəldiyi zaman ibadətlərini də bütün xeyir əməllərini də ən yüksək edə biləcəyi qədər artırardır. Allah Teala Quran-ı Kərimdə Muzzəmmil surəsinin 20-ci ayəsində buyurur: "Vəstəğfirullaha innallaha gafurur rahim." Ey möminlər, hamınız Allahdan bağışlanmaq diləyin. Allah rəhimlidir, Allah günahları bağışlayandır. Başqa bir ayədə Allah Teala buyurur: "İnnallaha yuhibbut tawwabin
ve yuhibbul mutatahhirin. Həqiqətən uca olan Allah tövbə edənləri şirkdən, küfürdən və çirklərdən təmizlənənləri sevər. Muhammed sallallahu aleyhi və səlləm Buxaridə gələn hədisdə buyurur: Nəfsim əlində olan Allaha and olsun ki, mən gündə 70 dəfə Allaha tövbə eləyirəm. Muhammed sallallahu aleyhi və səlləm həm peyğəmbər idi, həm peyğəmbərlərin ən əfzəli idi. Allah azza və cəllə onun keçmiş və gələcək günahlarını bağışlamışdır və onunla bərabər həm cihad sahibi idi, həm ibadət sahibi idi, həm Quran-ı Kərimin sahibi idi, həm xeyrin başında olan mütləq bəşər idi. Onunla bərabər and içir ki, gündə mən 70 dəfə tövbə eləyirəm Allaha, 70 dəfə Allahdan bağışlanmaq diləyirəm. Əgər bu ümmətin ən xeyirlisinin halıydısa, o zaman bizim halımız necə olmalıdır? Biz nə qədər tövbələr eləməliyik, nə qədər Allah azza və cəllədən bağışlanmalar diləməliyik, möhtərəm qardaşlar. Allah azza və cəllə nida eləyir Quran-ı Kərimdə. Bu ayəyə diqqət eləyin. Bu ayəni tez-tez xatırlayın. Bu ayəni götürün, ailələrinizə də xatırladın, uşaqlarınıza da xatırladın. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Qul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah." Ey Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Ey iman gətirənlər." Və yaxud da ey özlərinə zülm eləyərək, nəfslərinə yenilərək, bilərəkdən və bilməyərəkdən xata və günah eləyən bəndələrim. Qul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah. Allahın rəhmətindən ümidinizi kəsməyin. Biz keçmişlərimizdə yaşlı adamların bəzilərindən bu sözü eşitirdik ki, oğlum mən 50 il, 60 il çox böyük günahlar eləmişəm. Mən bu günahları eləmişəm, bu şeyləri eləmişəm. Allah məni bağışlamaz. İndən sonra elədiyim tövbənin də, əməllərin də mənə faydası olmaz. Allah bu cür düşünən insanlar üçün bu ayəni indirib ki, sənin yanlışların nə qədər olsa da ondan böyük Rabbim var, ondan böyük Allah var. Sən nə qədər gec deyil, əllərini aç, yanlışlarından dön, Allaha tövbə elə və səmimi ol, o zaman uca olan Allahın bağışlanmaq ehtimalı daha yüksək olar. Əziz və möhtərəm qardaşlar, 3-cü Ramazanı vədalayarkən etməmiz gərəkən şeylərdən biri də fitrə zəkatını çıxartmaqdır. Fitrə zəkatı Abdullah İbni Abbas radiyallahu anhumanın hədisində gəlir ki, fitrə zəkatının çıxardılmağında 2 dənə amaç var, 2 dənə səbəb var. Birinci səbəb, oruclu ikən etdiyimiz yanlışlar bağışlansın deyə. Bəzən ola bilər ki, oruç tutan insanın ağzından nalayiq söz çıxmış olsun, nalayiq bir hərəkət eləmiş olsun, doğru olmayan, bir də ki, kasıb insanlar var, imkansız insanlar var, əlacsız insanlar var, bir də ki, bu insanların əlini tutmaqdan ötürü. Bunun miqdarı böyük deyil. Fitrə zəkatı ailə üzvlərindən adam başı 2 kilo yarım düyü çıxardılır. Yəni, bir evdə 4 adam varsa, misal üçü, 10 kilo düyü çıxardıb imkansız adamlara vermələri lazımdır. Bu, xüsusilə də əziz qardaşlar, ailə üzvünün hamısından çıxardılır. Hətta yeni doğmuş uşağın adına belə bu çıxardılır. Bu, həm bərəkət üçündür, həm xeyir üçündür, həm də çevrəmizdə olan kasıb müsəlmanların əlini tutmamız üçündür. Ona görə biz bunu da həris olmalıyıq. Ramazanı tamamlamadan öncə, bayramdan ya 1 gün ya 2 gün öncə biz bunu çıxardaq və imkansızlara ulaşdıraq. Ramazan vədalayarkən etməmiz gərəkən, hər bir müsəlmanın etməsi gərəkən şeylərdən biri də Ramazana çatdıran Allaha şükür etməkdir, qardaşlar. Hər insanın nəsibi deyil. Hər insanın nəsibi deyil ki, Ramazana çatsın və Ramazanı tamamlasın. Hətta Ramazanın içində minlərlə, milyonlarla, bəlkə də yer kürəsində insanlar vəfat etməkdədir. Sən madəm ki, afiyət içində Ramazana ulaşdın, orucunu tutabildin, sonuna qədər Allah sana möhlət verdi, buna görə uca olan Allaha şükür etməmiz lazımdır. İkinci xütbənin unsuru odur ki,
Ramazandan sonra bir Müslüman nelere dikkat etmelidir? Ramazan bir neçə gün sonra günleri bitecek ve Ramazandan sonraki aylar başlayacak. Allah ömür vererse hayatımız devam edecek. Bir Müslüman Ramazandan sonra etmesi gereken, vacip olan şeylerden biri, Ramazan bittikten sonra da Allah Azze ve Celle'nin emirlerini yerine getirmekte devam etmesidir. Ve bu emellerin başında namaz kılmaktır muhterem kardeşler. Şayet İslam'da kelime şehadetten sonra emellerde Allah'ın en büyük emri namaz kılmaktır. Birçok insanlar kardeşler büyük yanlışa yol verirler. Ramazanda namaz kılırlar, Ramazanda ibadet edirlər. Ramazan tamamlandıktan sonra ise ibadetten yüz çevirirler. Bizi yoktan var eleyen Allah'ın varlığı sadece Ramazan'da değil. Uca olan Allah devamlıdır. Allah Azze ve Celle'ni sadece Ramazan'da tanımak, bu bir növ Allah Azze ve Celle'ni doğru tanımamağın alametlerindendir. En elementar bir şeyi biz hayatımızdan çıkartmırıq. Bakın, çöreği biz hayatımızdan çıkartmırıq. Bir lokma eti hayatımızdan çıkartmırıq. Çünkü bunu hayatımızdan çıkartsaq, ölümümüze sebep olacağını bilirik. Uca olan Allah'ı bir adam eğer belirlirse bir et kadar kıymetlendirmiş olmur. Çünkü biz çöreği terk etsek, yemeği içmeyi terk etsek, biz ölebiliriz, dünyadan köçebiliriz. Ama Allah'ı insan terk etse hem dünyasını hem de ahiretini insan alt üst eləmiş olabilir. Ona göre Allah Kur'an-ı Kerim'de buyurur ki: وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Sen ölüm gelene kimi uca olan Allah'a ibadette devamlı ol. Ölüm gelene kimi. Ona göre kardeşler, Ramazandan sonra uca olan Allah'tan yüz çevirmeyin. En tehlikeli şeylerden biri budur. Uca olan Allah'tan yüz çevirmeyin. Sabaha kimin çatacağını kimse bilmir. Sabah kimin başına ne geleceğini kimse bilmir. Biz qabağımıza bir hedef koyarıq. O hedefe yürüyerken çatmamış biz dünyadan köçebilərik. Uca Allah'ın huzuruna gedebilərik. Onu unutmayaq ki Allah'ın huzuruna gittiğimiz zaman yalnız başımız olacak. Hiç kimsenin yanında olmayacak. En büyük delili o değilim ki biz en sevdiğimiz insanı çiğnimize koyarken, hatta qəbir üstə apararken vaxtında qəbirə qoymaq üçün belə tələsirik. Dəfn elədikdən sonra eve dönmək üçün tələsirik. Onun yanında durmaq artıq sıxıcı olur. O hamımızın başına bir gün gələsidir. İstəsək də, istəməsək də. O qəbirdə yalnız qalacağımız günlər üçün en büyük bize fayda veren o namaz olacak. Namaz, Peygamber sallallahu aleyhi ve sellem buyurur ki gözümün nuru olundu. Gözümün nuru. Çalışın, namazla oyun oynamayın kardeşler. Çalışın, Allah'ın emirlerini görmezlikten gelmeyin. Çalışın, nefsinize yenik düşerek Allah'ın en büyük emrini tapdalamayın. Namaz kılmak zaten insanın faydası ahiretten önce de insanın özüne bu dünyada da var. Aziz ve muhterem kardeşler, Ramazandan sonra Müslümanın etmeye həris olması şeylerden biri Şevval ayında 6 gün oruç tutmaktır. Ramazandan sonra gelen ayın adı İslami bakıştan adı Şevval'dır. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki kim Ramazan ayının orucunu tamamladıktan sonra Şevval ayından 6 gün oruç tutarsa bir il boyunca oruç tutmuş kimi savap kazanır. Bir il boyunca oruç tutmuş kimi savap kazanır. Şevval ayının 6 günün orucunu tutmak bayram gününden itibaren bayram gününden bir gün sonra başlayabilirsen. Yani o haram olan gün oruç tutmağın Ramazanın tamamlandığı Şevval'ın 1. günüdür. Şevval'ın ikisinden itibaren 6 günün orucunu tutmaya başlayabilirsen. Lakin bunu da bilmeniz lazımdır ki 6 günü arka arkaya tutmak zorunda değilsen. Sen bir ay içinde 6 günü tutabilirsen. Haftada 1 gün, haftada 2 gün bu şekilde tutarak önemli olan bir ay erzinde 6 günün orucunu tutmaktır. Bunun orucunu tutmak tabii ki Ramazanın orucu kimi vacip değil kardeşler. Lakin bir ilin savabını kazanmak için həris olması Müslümanın beğenilen emellerdendir. Ramazandan sonra Müslümanın üzerine düşen lazım olan şeylerden biri de
Qur'an-ı Kerim tilavətini davam etdirməkdir. Görürsünüz, bəzi qardaşlar Ramazanda Qur'an-ı Kerimi xatm eləməyə çalışır. Qur'an-ı Kerimi oxumağa çalışır, öyrənməyə çalışır. Ramazan tamamlandıqdan sonra o biri Ramazana kimi bəlkə də Qur'an-ı Kerimi açmağı ona nəsib olmur. Halbuki Qur'an bir müsəlman üçün həyatın düsturudur. Qur'an-ı Kerimin bir hərfini sən tələffüz eləyərkən 10 dənə Allah Taala sənə savab verir. Qur'an-ı Kerim qədər bir insanın dilini nurlaşdıran, üzünü nurlaşdıran, qəlbini yumşaldan, çoxlu savablar qazandıran nadir əməllər var. Tövsiyə odur ki, elm əhlinin Ramazandan sonra da yetimlərin əlini tutmaq, kasıbların əlini tutmaq, Qur'an-ı Kerimi oxumaq və yaxşı əməllərdə müsəlman davamlı olmalıdır. Həmçinin Ramazandan sonra əziz qardaşlarım, müsəlmanın üzərinə düşən şeylərdən biri də ibadətdə və itaətdə sabit qalması. Sabit olmaq Allahın ən çox sevdiyi şeylərdən biridir. Yəni, bir addım iləri atıb, bir addım geri atmamaq. Və yaxud da 10 addım iləri atlanıb, ondan sonra o yerində qalmaq. Belə deyil. Önəmli olan sabit qalmaq nədir? Bir istiqamətdə sonuna qədər gedə bilməkdir. Az da olsa belə davam eləyən çox eləyib sonra dayanandan daha yaxşıdır. Allah Teala Qur'an-ı Kerimdə buyurur ki: İnnellezîne qalu Rabbunallahu thummestaqamu. Allah gerçək sevdiyi qulları Qur'an-ı Kerimdə gerçək razı qaldığı qullarından danışarkən buyurur ki, Allah'ın o razı qaldığı qullar kimlərdir? Deyərlər ki, bizim Rabbimiz Allah'dır. Sonra o Allah'ın əmr elədiyi şeylərlə sonuna kimi davam eləyərlər. Baxın, əsl möminlər bunlardır. Allah'ın varlığını, böyüklüyünü etiraf edirlər, sonra onun əmrləri ilə həyatlarını düzənləyirlər. Mən sizdən bir qardaşınız olaraq, bir imamınız olaraq, bir dostunuz olaraq, əminiz olaraq, dayınız olaraq bir şeyi xahiş eləmək istəyirəm, rica eləmək istəyirəm. İslam dinini gözəl şəkildə araşdırmağa, oxumağa, öyrənməyə çalışın. İslam dinini İslamın düşmənlərindən götürməyin. İslam dinini, İslamı doğru şəkildə oxumamış, zehni bulanıq insanlardan götürməyin. Üzdə müsəlman görsənib altından İslamın təməllərini uçurmağa çalışan saxtakarlardan İslam dinini götürməyin. Siz necə həkimə getdikdə hər bir xəstəliyin uzmanını və ən yüksək səviyyədə mütəxəssisini axtarırsınızsa, İslam dinini götürərkən doğru kitablardan, doğru onu təmsil eləyən şəxslərdən götürün. İslamı gözəl şəkildə öyrənmək nəsib olarsa bir adama, o insan İslamın nə qədər gözəl, nə qədər rəhmət dolu, nə qədər asan, nə qədər şərəfli və qədirli bir din olduğunu anlayar və bu dini sevər. Bu din üçün canından belə keçməyə hazır olar. Amma insan İslam dinini gözəl şəkildə bilməyəndə, doğru kitablardan, doğru adamlardan götürməyəndə dininə qarşı davamlı içində şübhələr olur. İmanı zəif olur. Hər bir balaca şübhənin qarşısında suya atılan bir duz kimi əriyib çıxıb gedir. Bu da müsəlman ümmətinin bugün zəif olmağının ən böyük nişanələrindən biri bu məsələdə etdikləri yanlışlardır. Buxaridə, Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əhabbul ə'məli ilallahi azza və cəllə ədvamuha və inqal. Allaha ən sevimli olan əməllər davamlı olanlarıdır, hətta az olsa belə. Çalışın etdiyiniz yaxşı işləri Ramazandan sonra körləməyin. Çalışın gördüyünüz gözəl əməlləri Ramazandan sonra alt üst eləməyin və xeyr əməllərdə, yaxşılıqda hər zaman davamlı olun. Uca Allahdan gözəl adları ilə, uca sifətləri ilə diləyirəm. Qıldığımız namazları, tutduğumuz orucları qəbul eyləsin. Allah Azza və Cəllə bizi Ramazandan sonra da xeyirli əməllərdə muvaffaq eyləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Mömin olaraq yaşatsın, mömin olaraq huzuruna köçməyi nəsib eyləsin. Allah Azza və Cəllə xəstə müsəlmanlara şəfa versin. Allah Azza və Cəllə xəstə müsəlmanlara şəfa versin.
Uca Allah'tan diləyirəm həm şeyximiz Murad müəllimə, həm qardaşımız baba qardaşa kamil şəfa versin. Və bu baxımdan yer üzündə olan bütün qadın, kişi, yaşlı, cavan, uşaq, Allah hamısının xəstəliklərinə şəfa versin. Əsirliklərdə olan məzlum müsəlmanları Allah tezliklə əsirlikdən azad eyləsin. Borc belini bükmüş müsəlmanların Allah borclarını ödəməsi üçün onlara kömək olsun. Allah bütün tövhid əhlini, taqva əhlini, iman əhlini bütün şərdən, fitnədən qorusun. Allah həm məscidlərimizi, həm cəmaatımızı, həm kəndimizi bütün şərdən, fitnədən qorusun. Kimlər məscidlərimizə, cəmaatımıza zərər vermək istəyirsə, bir pislik niyyətindədirsə, Allah misli ilə onu özünə qaytarsın. Və aqulu ma təsma'un və estəğfirullahil azim li və lakum və lisa'iril muslimin min kulli zənb fəstəğfiruhu innehu huvəl ğafurur rahim.